Tanıdığımız simalar bu dəfə fərqli obrazda. Bəs onlar nə üçün dəyişdi? Qorxmayın məndən əziz tamaşaçılar. Ekrana biraz da yaxın əyləşin. İndi nə davadalaş, nə də qalmaqal eşidəcəksiniz. Bu sujetlə tam fərqli bir dünyaya, sənətin sehrinə səyahət edəcəksiniz. Əvvəlcə kulis arxasına baş çəkdik və aktyorlarla səmimi söhbət etdik. İlk dəfə bu səhnədə vokal ifa edəcəyəm. Çox çətin bir əsər tapdılar. Biz Azərbaycan sözləri ilə, nə bilim, yəni belə də bir tərb cür öhdəsindən gələcəyəm. Yaxşıdır, mən də azdı səhnələr, çünki mənim yaddaşım pisdir və ona görə dedim, mənə bacardıqca az verin söz. Xoşbəxtlik nə romantikadır, nə də şirin xəyal. Əsl xoşbəxtlik karyeradır, bir də pul. Gəlin tamaşa haqqında bütün maraqlı detalları aktyorların öz dilindən şərhsiz eşidək. Sibyl Vane aktrisa olur və mən onu canlandırıram. Çox həyəcanlıyam həqiqətən də, çünki bir ay ərzində olan məşqlər çox sürətli keçdi. Gecəmiz, gündüzümüz yox idi. Sən bizi heç vaxt başa düşüb bilməzsən. Çünki köhnə fikirli, sərbəng bir gəncsən. Bəstəkarı Almir Makedoniyadandır. Hətta bizim geyim rəssamımız da oradan. Rejissorumuz bizim Makedoniyadan olan George Rizeski'dir. Əziyyət olsa da bugün bura 2000 nəfərə yaxın adam bilet alıb və bizə baxmağa gəliblər. Deməli, hələ də teatrla məşğul olmağa dəyər. Mən bir saat qabaq onsuz da danışmışdım sizdən az öncə kulisdə və inanıram ki, yaxşı bir iş ortaya çıxarmışıq. Qürurluyam ki, bu iş var, bu işlə məşğulluq, bir-birimizə inanırıq. Sənə nə dərəcədə minnətdar olduğumu ifadə edə bilmərəm. Artıq bir neçə festivala dəvət almışıq və hardasa bir 5 ölkədə də bu tamaşanın premyerası keçiriləcək. 2 ölkədən də danışıq gedir və yəqin ki, o danışıqlarda müsbət əlin olunacaq. Bu çox gözəl dünyadır, çox maraqlı dünyadır. İkinci məşqdən artıq bildim ki, bu kollektiv mənim çox sevimli kollektivimə çevirəcək. Tamaşanı izlədik, heyran qaldıq. Sizə uğurlar arzu edirik. Yeni işlərinizin davamını isə səbirsizliklə gözləyirik.